Bismillahirrahmanirrahim. Salam, əziz və hörmətli izləyicilər. Doğru Yanaşma yenə də efirdədir. Möhtərəm izləyicilər, qarşıda çox gözəl bir ay gəlir. Mübarək Ramazan ayı artıq qapımızı döyür. Bu aya necə hazırlaşmalıyıq? İnşallah dəyərli ustadlar öz fikirlərini bildirəcəklər. Əziz ustad, Hacı Axund Azər Sani, salamlayırıq sizi. Aleyküm. Hacı Mircəfər Əyyubov, sizə salamlayırıq Salam. və Hacı Ramil Bədəlov, dəyərlilərimiz, əzizlərimiz, ruhani alimlər, ilahiyyatçı alimlər, ustadlar yenə də öz fikirlərini bölüşəcəklər mübarək Ramazan ayının gəlişi ilə bağlı. Söz sizdədir ustadlar, buyurun. Hansınız istəsəz başlaya bilərsiniz. Bismillah eləyə bilərsiniz. Bismillahirrahmanirrahim. Bir iki üç kəlmə mən deyim, sonra ustadlar davam eləyərlər. Həzrəti Peyğəmbərimizdən hədisdir ki, əgər bu ümmət bilsə ki, mübarək Ramazan ayının fəziləti nə boydadır, 11 ay fəryad eləyərək bu ayı gözləyərlər. Bu ay ilahi süfrədir. Amma qəribə bir məsələ var ki, ilahi süfrə, amma maddiyyat yoxdur. Maddi heç nə yoxdur. İlahi süfrə ac qalanda olur. Allah Teala bizə göstərir ki, yəni dünyanın neymətləri ki var, bəzi o halal neymətlər, onları saxlayın. Saxlayın, mənəvi bir aləm açılsın siz üçün. Və bu bir işarədir, hələ ümumi ya, bütün insanlar üçün. Söhbət hələ iman gətirənlərdən getmir. Bütün insanlar üçün bir işarədir ki, insan iki hissədən ibarətdir, maddə və mənadan. Əgər məna aləminə girirsənsə, maddi aləmdən uzaqlaşmalısan. Yəni, bunların ikisi bir arada əmələ gəlmir. Bu aləmə girmək istəyirsənsə, o aləmi nə eləməlisən? Tərk eləməlisən. O aləmə qarşı ən azından biganə olmalısan. Bu tərki dünyalıq demək deyil, sadəcə olaraq yemək, içmək kimi bir şey, elə bil ki, bizlərdə o adətə çevrilir, adət halına alır. İnsan adət halı ilə dünyaya bağlı olmasın. Və oruc olanda insan daim özünü kontrolda saxlayır ki, bu 10 dənə şeyi batil eləyən əməli eləməyim. Dinimizin də əsas bizdən istədiyi olur ki, biz daim neydə olaq? Diqqətli olaq. Keçən dəfə söhbət oldu. Təvəccüh, diqqət, özünü kontrol eləyinə. Rejimdə saxlayın özünü. Söhbət diyetadan getmir ha. Hansı rejimdən? O təqva rejimi ki, Allah Teala bəzi əmrlərin səbəbini deyir ki, məsəl üçün, namaz sizi fəhşa və münkərdən neyniyər? Saxlayar. Orucu tutun. Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Bu bizə təqva qüvvəsini verir. Təqva yəni günahla üzbəüz çıxanda özünü günahdan saxlamaq qüvvəsi. Təqva yəni məsuliyyətli olmaq. Təqva yəni ciddi adam olmaq. Və ciddi adam olmaq o demək deyil, qaraqabaq olasan, danışmayasan, gülməyəsən, cəmaat bunu səhv salır. Ümumiyyətlə, bəzi fəzilətli sifətlər var ki, o rəzilət sifətləri ilə oxşardı. Keçən dəfə danışmışdıq da, o cəsarət, həyasızlıq, nə bilim, həya, qorxaqlıq, bunlar səhv salınmasın. İnsan ciddi olmalıdır. Yəni, ciddi nə? Əsas nədir? Biləsən, hardasan, hardan gəlmirsən, hara doğru gedirsən və hədəfin nədir? Və heç vaxt hədəfdən yayınmayasan. Orucluq insanı bu işlərdə daha da təkmilləşdirir. Çox sirri var ha, ümumiyyətlə.
Mən indi bunu deyirəm də, digər ustadlarımız indi nəyi deyərlər, digər tərəflərini deyərlər inşallah. İnsanda bir fitri qanunlar var ki, bu haqda danışmışıq. Yəni insani sifətlər, bunun üçün dinə filana ehtiyac yoxdur. Bir də fiqhi qanunlar var ki, artıq burada mütləq səni yaradanın müdaxiləsi olmalıdır ki, sən bilməlisən ki, yoxsa öz başına insan bilməz namaz necə qılınar, ümumiyyətlə namaz qılmaq lazımdır, yoxsa lazım deyil. Bu, özü də iki hissəyə bölünür ki, biri canlandır ibadət, biri mallandır. Can və malla ibadət. Yəni, bir canınla eləyirsən bu ibadəti. Bir də var malınla. Orucla namaz canla olan ibadətdir, xumsu zəkat malla olan ibadətdir. Düzdür, elə ibadətlər var ki, orada konkretlik yoxdur. Yəni, İmam Hüseyin əleyhissalama təklif edədilər ki, atımı verim sənə, nə bilim, döyüşçü verim, silah verim falan. İmam dedi ki, yox, burada sənin canın lazımdır. Burada mali ibadət yox, sırf canın lazımdır. Cani ibadətlərdə bir namazdır, bir də oruçdur. Namaz belədir ki, Allaha nəsə verirsən, canınla ibadət, nəsə verirsən, amma verdiyin şey nədir? Maddidir, yox. Verdiyin şey vaxtdır, zamandır, mənəvidir. Amma orucluqda da canınla ibadət eləyirsən. O keçən dəfə dedin, başından canınla, canınla başınla. İkisi də özünə aiddir. Amma biri mənəvidir, biri maddidir, cismanidir yəni. Orucluqda isə burada əsas ortada olan nədir? O yemək, içmək filan maddi məsələlərindən keçirsən Allah üçün. Halbuki gün orta yeməyindən, belə də kobud desək, maddi məsələlərdən keçirsən. Və bu əməl, orucluq əməli, oruc tutmaq, ibarətdir ancaq olmazlardan, qadağanlardan. Namazda belə ki, bunu etməlisən, bunu etməlisən, belə etməlisən. Amma orucluqda əmrlər nədir? Bunu etməməlisən, belə etməməlisən. Və bu çox gözəl bir metoddur. Nəfsin islahı üçün. Nəfsin islahı nədən ibarətdir? Etmə. Nəfsi əmmarəni necə islah edirsən? Olmaz. Dayan. Ən zəhləsi getdiyi kəlmədir. Özdə müstəhəbdir ki, iftara yaxın süfrə açılsın, yeməklər düzülsün. Yəni, fiziki olaraq sənin qüdrətin var o yeməkdən, sudan içəsən, yeməyi yesən, düzülüb qabağa. Amma nəfsi biraz da neynirsən? Əsəbləşdirirsən. Amma deyirsən ki, dayan, hələ dayan, hələ gözlə, hələ olmaz. Niyə olmaz? Səbəb nədir? İndi 5 dəqiqə qabaq yedin, ya 5 dəqiqə sonra yedin. Nədir bu? Hələ Allah icazə verməyib. Bu gözəl islahatdır nəfs üçün. Hələ ondan icazə gəlməyib. Yəni, bunun o mənəvi zövqünü tutmaq lazımdır. Bu zövqü yaşamaq lazımdır. Ələl-xüsus iftar açılan vaxtı. Və yaxud da ki, hələ imsaqda da həmçinin. Ki, saxlayırsan özü ki, Allah icazə vermir. Bunun özünün o boyda dərin fəlsəfəsi var ki, hətta orucluq digər dinlərdə əməllər təhrif olub. Məsələn, qurban kəsmək. Bu Allah yolunda olmalıdır da, bütün qurban kesiblər. Namaz qılmaq, bütə sitayiş eləyiblər, bütə namaz qılıblar. Bütün o əməllər görürsən təhrif olub. Amma yeganə oruc tutmaqdır ki, bu heç bir, yəni Allahdan qeyrisi üçün icra olunmayıb, bu təhrif olunmayıb. Yəni Allahdan qeyrisi bütün oruç tutun, nə bilim, od üçün oruç tutun, belə bir şey olmayıb. O bir əməllər təhrif olub. Yəni, ümumi əvvəl məsələsini indi başlanmaq üçün mən bunu dedim. Allah şahid olsun. Necə istəyirsiniz? Əvvəl-hu rəhmə. Əvvəl rəhmətlə başladım. Ya Allah seydim. Bismillahirrahmanirrahim. Allah qəbul eləsin ibadətlərimizi.
Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Ramazan ayı öncəsi bir xütbə oxudu Şəban ayında, məşhur xütbədir. O xütbədəki bəzi nüanslar çox əhəmiyyəti çoxdur. Yəni, hamısı mühümdür, amma bəziləri daha dərindir. Biri budur ki, buyurur ki, qəd əqbələ iləykum şəhrullah. Allahın ayı sizə doğru gəlir, sizə üst tutub. Alimlər buyururlar, Peyğəmbər sallallahu aleyhi və səlləm burada deyə bilərdi, qəd əqbələ iləykum şəhrur rəbbikum, Rəbbinizin ayı. Qəd əqbələ iləykum şəhrur rəhman, Rəhmanla. Bu ki, Allah adını seçdi, buyurdu, Allahın ayı üst tutub. Buyurur, Allah adı da bütün sifətlərin, Allahın bütün əsma-i hüsnasını özündə cəm edən addır. Yəni, başqa aylarda ola bilər Allah Rəhman kimi təcəllə eləsin, Rəhim kimi təcəllə eləməsin. Ya Xaliq kimi təcəllə eləsin, Razı kimi təcəllə eləməsin. Yəni, bir və ya bir neçə adı ilə təcəllə eləsin, yer üzünə özünü göstərsin. Bu ay da bütün adları ilə özünü göstərir. Yəni, bu ayda rəhmaniyyət var, rəhimiyyət var, rəzzaqiyyət var, şafilik var, müafilik var, cəbbarlıq. Yəni, Allahın bütün sifətləri özünü göstərir. Yəni, bir bəndənin, oruç tutan bəndənin Allah Taala'nın hansı adıyla üzləşməsinə ehtiyacı varsa, hamısı bu ayda var. Baxın, biz xəstə oluruqsa, məntiq nədir? Mən xəstəyəm, sağalmaq istəyirəm, dərmanların təsiri azdır. Deməyəcəm ki, ya müntəqim mənə şəfa ver, ay intiqam alan Allah mənə şəfa ver. Deyəcəm, ya şafi, şəfa verəm, mənə şəfa ver. Və ya mən ruzi istəyirəmsə, sən deməyəcəm ki, məsələn, ya cəbbar mənə şəfa ver, ya qəhhar mənə şəfa ver, ya ruzi ver. Hər bir istəyimə uyğun Allahın adını çağıracam. Bu ay da Ramazan ayında bütün adlar Allah adında cəmlənib. Bu ay Allah Taala'nın kamil təcəllə ayıdır. Kamil şəkildə cilvələnmə ayıdır. Yəni, yer, söhbət məkan olaraq yerdən getmir də, insan həyatı Allahın adlarındakı bütün rəhmətlərlə, bütün nemətlərlə, bütün lütflərlə bürünüb bu ayda. Buradan baxanda məsələyə belə çıxır ki, biz Ramazan ayı haqqında nə qədər tərif desək, heç onda birinə çatmırıq. Yəni, ağla sığmaz lütfkarlığı var Allah Taala'nın bu ayda. İndi bir sual var beyinlərdə. Bəs mən neçə ildə oruç tuturam, niyə hiss eləmirəm? Bu da iki yer ayrılır, ha. Bəziləri var, Ramazan ayında ki, kampaniya şəklində hamı oruç tutur, iftar süfrələri var filan. Hamı Ramazan ayı bitən deyir ki, eydadı, beydadı, yaxşı ayıydı. Yeməyə görə deyir də, yaxşı ayıydı məsələn, yaxşı yemək içmək var idi, yaxşı dostlarla otururduq filan. Söhbət ondan getmir, təkcə. O da var. Amma təkcə ondan söhbət getmir. Bu ilahi rəhməti, bu ilahi rəhmətin göndərdiyi o frekanslar, dalğalar elə dəqiqdir ki, dəqiq adamların antenası tutar onu, yəni dəqiq adamların idraki dərk eləyər onu, o rəhməti, o qədir gecəsini. Biz dərk eləmiriksə, o demək deyil bizə gəlmir ki. Biz çox şey dərk eləmirik, amma həyatımız üçün lazımdır. Burada da insan səy göstərməlidir Allahın adlarının təcəllası ona da şamil olsun. Deyim o birlərdən ya? Buyurun. İkincisi, Hacı birinə işarələdi. Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurur ki, bu ayda rəhmət də var, bərəkət də var, rəhmət də var, məğfirət də var. Yəni, bərəkətə sərhəd qoymayıb, maddi bərəkətdir, mənəvi bərəkətdir. Rəhmətə də qoymayıb, məğfirətdir. Yəni, insanın bu ayda günahlarının bağışlanması barəsində, Allahın rəhmətinin onun halına şamil olması barəsində,
ilahi bərəkətlərin ona enməsi barəsində şübhəsi olsa insafsızlıq eləyib. Bu ayda konkretli idi. Yəni bu ayın funksiyası budur. Allah Taala'nın, əstəğfurullah bu ifadə düzgündürsə, bu ayda işi gücü rəhmət, bərəkət, məğfirətdir. Bizə. Növbətisi Axund qeyd elədi. Allah Taala'nın qapısı həmişə açıqdır. Süfrəsi həmişə açıqdır. Bu ayda dəvət eləyir hər birimizi. Şükür. İlahi ziyafətə. Orada da ziyafətullahdır da. Yəni yenə Allahın adıdır, müstəcmi, səmi, kəmalat, bütün adları özündə ehtiva edir. Bu ziyafət nə ziyafətdir? Hərə bir söz deyir. Bəzilərini hədislərdən öyrənirik, bəzilərini özümüz fikirləşirik. Amma Allah Taala həmişə bəndələrin ağlına gəlməyən şeylər verir. Bu ziyafətullahdan kim nə götürəcək da burada deməməliyəm ki, halım pisdir, bəlkə bir gün tutmuyum. Gələn ay bu olmayacaq. İldə bir dəfədir o, bircə aydır, o da 29 gün olsa əgər. Bu haqda çox xüsusən. Buyurun. O növbətiyə keçirdin. Buyur. Necə ki, Peyğəmbərimizdə hədisdə bir söz bunun fəziləti nədir? 11 Bəli. ay bunu gözləyərsiniz. O bilirsiniz nədir? İlahi süfrə. Əgər bir süfrə ki, ilahidir, demək bu məhdud deyil. Həddi hüdudu yoxdur bunun. İlahi süfrədir. Baxır sənin gedə bilmə qabiliyyəti. Baxır sənin qabuğa, sənin qabın nə qədər tutacaq o neymətlərdən. Ona görə o 11 ay deyir, onu gözləyərsiniz. 11 ay qabuğu genişləndir yenə ki, sən oradan o süfrədən lazım olan şeyi götürəsən. Bu genişləndir də, belə deyək də, Əleyhisselam bir hədis var, deyir ki, digər qablarla, qəlbi bir növ qaba bənzədir, başqa qablarla müqayisə edir, onun fərqi var. Deyir, başqa qabıdır ki, məsələn, burada bir su var yarıya qədər, daha bu yarıya qədər boşdur da, elə bir yarıya qədər doldu. Amma deyir, qəlb elə bir qaba bənzəyir ki, ora mərifət töküldükcə Genişlənir. O qədər də ondan da bəlkə də artıq çoxalıb genişlənməyə başlayır və insanda bir növ qəbul mərhələsi yaranır ki, yeni mərifətləri Yəni başqa qablar boşaldıqca yer açılır. Bunda dolduqca yer açılır. Bəli. Bilirsiniz nə yadıma düşdü? Deyir, Allah o Allahdır ki, verdikcə onun səxavəti, kərəmi daha da artır. Burada bəziləri deyir ki, necə ola bilər? Allah da artır, yəni yox idi, sonra artır. Deyir, yox, Allaha aid deyil, Allah da çoxdur zaten. Bəndənin qəbul etməsi. Bəndənin qəbul mərhələsi artır, Allah da verir. O birisi nə yadıma düşdü? Biri gəldi məsuma dedi, pul istəyirəm. Dedi, nə qədər istəyirəm? Deyir, kəramətin, kərəmin qədəri verdi. İmam baxdı ona dedi ki, kərəmin qədəri tutumun yoxdur da, amma sənə öz tutumun qədəri verərəm. Yəni bizim kəramətimizə dünya sığmaz ki. Bunlar innəkə lə'alə xuluqun əzimdirlər, əzəmətlidirlər. Dünyaya Allah mətaat, dünya qəlildir, dünya azdır. Yəni mən əziməm, sən özün də azsan, mən sənə qədər çox verim. Yəni istəyirəm deyim ki, o məlumatı ki, insan qəbul eləyir bu Ramazan ayında və əməl mərhələsinə keçəndə, o mərifətə çevriləndə keçən söhbətlərimiz, insan qəlbi böyüməyə başlayır. Amma əks təqdirdə əməl mərhələsinə keçməyəndə elm deyirlər, əxlaq xüsusatları insanda ücub yaranmağa başlayır adətən. Bilgim var, bilirəm. Gələk, əməl mərhələsi, orada da yarana bilər, ücub işim yoxdur. Amma bir də ücubun yaranma mərhələlərindən, amillərindən biri insan məlumatı doldurur, çoxalır, amma mərifətə çevirmir, əmələ çevirmir. Ayə yadıma düşür ki, buyurur ki, Ləin şəkərtum, ləəzidənnəkum. Şükür eləsəz. Şükür də budur ki, insan biləsən ki, bilsin ki, neymət ondandır, bir. Həm dili ilə şükür eləsin, həm qəlbi ilə bunu anlasın, həm də olduğu yerə sərf eləsin. Get-gedə böyüyürsən, yenilər gəlir. Haqqını əda eləsin. O ucuba toxunduz, hacı. Mən hərdən bəzi efirlərdə bəzi şeylər görürəm. Həqiqətən belə tragikomediya deyə belə adam baxırsan, ay Allah, o sözün bitdiyi anda görürsən məşhur bir ziyalıdır. Məqsədim var o söz deməkdir. Deyir ki, məncə cənnət, cəhənnəm hamısı nağıldır. Mənə maraqlı gələn budur ki, bu yəni o qədər mi dayazdır? Ən azından bunu fikirləşə bilmir ki, desin ki, mən barda başa düşmürəm məsələn. Mən sus.
Qardaş, sən yaratmısan aləmi. Yəni elə iddia eləyir ki, axı sən bilirsən sən lokomotiv rol oynayırsan. Bilirsən onlarla yüzlərlə insan var. Sənin bu əsassız, mənasız, dəyərsiz, arqumentsiz, yəni dayaz sözünün dalıyca düşə bilərlər sənin nüfuzuna görə. Bu ucub söhbəti. Bu Bəli. nə qədər adam özünü sevir, özünü böyük bilir ki, sanki bu gedib bütün kainatı gəzib və başa düşüb ki, boş şeydir hər şey. Sən öz evindən çıxmayıb, bəlkə heç evinin kəndarına çıxmayıb. Elə danışır ki. Qurban olduğum əli bunu jüri yollayıb. Hə, Münsif vallahi. yollayıb O kainata. bir alim qəşəng deyir ki, bəziləri elə bilirlər ki, birja monitorudular. Lazımi şeyləri qaldırırlar, qiymətini lazım etsən. Sən axı o axın keçən verilişdə dedi, sən kimsən məsələn? Burada ortalıqda sən kimsən? Marağı olan, olmayan, sən nə deyirsən? Bax, namaz qılmayan, oruç tutmayan, Allah hamının köməyi olsun. Biz heç kəsə bir söz demirik. Amma özləri fikirləşməlidirlər ki, xeyr ola mənim heç ağlıma gəlmir bunu eləyim bir dəfə. Nə var mənim içimdə? Yəni, necə olur ki, Novruz bayramında bazburutuma baxmadan yumurta döyüşdürməyə qədər tənəzzül edə bilirəm. Sağ ol. Amma Qəşəng. bir dəfə fikirləşmirəm ki, görüm elə orucluda ac qalmaq necə olur? Görüm elə adam alnını torpağa qoyanda nə hiss eləyir məsələn. Bir dadına bax da, heç olmasa. Dünyanın hər halal haramının dadına baxmısan. Bir dəfə də bunun dadına bax məsələn. Papaq atıram, qapı pusuram, yumurta döyüşdürürəm, amma oruç... Bu xurafatdır. Din xurafatdır. Bu, Əl çəkin belə şeylərdəndir. Deyir, gerdə qalmısınız siz, oruç tutursunuz, özünüzü ac saxlayırsınız, məhrum edirsiniz hər şeydən. Gerdə qalmışlıq kimi baxır da məsələyə. Davam edirsinizsə, bir işdən deyin, deyil. əlbəttə. Buyurur Rasulullah sallallahu aleyhi ve sellem, bu ayda siz kəramət əhli olacaqsınız. Allah sizi kəramət əhli eləyir. Bəh, bəh. Kəramət Qəşəng. əhli. Yəni, sənin ruhu Allah kübar eləyir, aristokrat eləyir. Sən kərim olursan, günaha tənəzzül etmək qədər sındırmırsan özünü. Yəni, yemək istəyirsən, yemirsən ki, ayıbdır Allahdan. Yəni, burada sənə öyrədir ki, əslində sən tutumun çox böyüdüyü, çox nəhəng potensiala malik insansan. Çox nəhəng O insansan. haqda bir dənə icazə versin, fikrin kəramət, kərim barədə ki, Allah kərimdir. Və Allahın nazil etdiyi kitab da nədir? Kərimdir. Qur'an-ı Kərimdir. Onu gətirən hamili Rəsulün vəhiy Kərim. Rəsulün Kərimdir. Yəni Cəbrail. Rəsulün Kərimdir də Qur'anda ona. Təsəvvür elə, getirib çatdırdığı adam kimdir? Rəsul-i Əkrəmdir. Kərim yəni. O da Kərimdir. Və gətirdiyi ay nədir? Kəramətli aydır, Ramazan ayıdır. Və gətirdiyi gecə, bir dənə kəramət görünəcə keçir ondan ona, ondan ona. Gətirdiyi gecə nədir? Kəramətli gecə. İnsanda Kəramətli ləqəd gecədir. kərrəmlə bəni. Bəli. Və insansın gətirib. İnsanı da kəramətli. Kübar bir din göndərib də. Kübar bir həyat. Kəramət necə keçir ondan ona, ondan ona. Əleyhisselam buyurur, özünə hörmət eləyən adam günaha tənəzzül eləməz. Nəinki halal haramdır, ha? Bəli, əhsən. Ayıbdır, yəni sənlik deyil də, sən sındırma özünü. Ay dünya qurri, qayri, ey dünya gir başqasını aldat. Yəni, mənlik deyilsən. Varsan, yaxşısan, pis deyilsin, amma Mənlik deyilsən. Mən ayrı yerdəyim, sən uzaqlardasan. Və adam şəhid olanda nə olur axında, onun davamı. Deyir ki, ya ləytəni qavmi ya'lamun bima Qəfərəni Rəbbi və cəaləni məni kəramət əhli elədi Allah da Allah. Ramazan ayında deyir ki, biraz elə bil ki, 11 ayda yiyib içirsən, biraz belə yığışdırıcı, biraz özüvü qayıt, özüvü dərk elə. Növbətisi budur. Bu çox vacib bir şeydir oruç tutan adamlar üçün, Ramazanla ibadət edən adamlar. Buyurur xütbədə ki, əməlləriniz bu ayda qəbuldur. Qəbul olar inşallah yox. Əmalukum fihi məqbulə. Əməlləriniz konkret qəbuldur. Qorxmayın. Bir həcc ziyarəti haqqında bu var ki,
Kim həcc ziyarətindən qaydanda fikirləşsə ki, görəsən günahların bağışlanıb ya yox, əməlinin savabı azalar ziyarətin. Bu da belədir ki, əməlləriniz konkret qəbuldur. Bir dənə də şeyi qeyd eləyək ki, fiqh, şəriət baxır, əməl səhihdir ya batildir, buna baxır. Əməl qəbuldur, qəbul deyil, ona əxlaqi mövzu baxır. Bəzi adamlara deyirsən ki, məsəl üçün, sən namazı belə batildir ya. Qeydir adama deyirsən, Allah özü bilər kimin namazını qəbuldan gedmir. Fiqhi baxımdan. Fiqhi baxımdan batildir. Yəni, sən zərfin üstündəki adresi düzgün yaz. Düz qoşmamısan Ki, bunları. düz adresinə getsin, ondan sonra içindəki məktubu qəbul eləyər, eləməz, o başqa şeydir. Quraşdırmasın, düz quraşdır. Burada birbaşa, bu birbaşa deyir ki, əməllər qəbuldur. Yəni, Orada əxlaqı Allahdan başqa baxımdan. heç kəs bilməz, bəli. Bir iki dənə hədis qalıb, onu da sonra deyərəm, vaxt olsa. Siz buyurun. Özünüzü yaxşı yaparsınız deyərəm. Deməli, Allah razı olsun. Həqiqətən gözəl. Bu ayın xüsusi lütflərindən də biri, deyərdim belə bu ayın spesifik xüsusiyyəti. İnsan hiss edir ki, bir şövq yaranır ibadətə qarşı. Elə bil ki, bu belə deyək də, şövq, eşqlə ibadət eləmək dini mətnlərimizə çox tapşırılıb da. Yəni bizə ki, deyir, ibadəti qucaqla deyir. Əfdal ibadət, mən əşqəl ibadət. Mən əşqəl ibadət. Aşıq olmalısan da ibadətə. Yəni bir növ o şövq, eşq, məhəbbətlə ibadət eləyəsən. Bu qəlbin bu xüsusiyyəti ibadətin daha da dəyərləndirir. Ümumiyyətlə məqbuliyyətində, əməlin məqbuliyyətində axın toxunmuşkən çox təsirli faktordur. Ramazan ayının bu belə deyək də günlərində bu daha çox hiss olunur insanlarda. Bu eşq yaranmağa başlayır, bu şövq yaranmağa başlayır və insan həqiqətən hiss edir, duyur. Bu ayın bizə verdiyi lütflərdən biridir. Ki, nə yaxşı olardı ki, bu davamlı olada. Çünki hədisdə də var, buyurur ki, cənnətin qapıları açılır. Eləmi xütbədə də. Sonra deyir, cəhənnəmin də qapıları bağlanır. Dua eləyin ki. İnnə əvvəbəs səma tufattah. Səmanın qapıları belə gəlib açılır. Fi əvvəli leylə min şəhr Ramadan və la tuğlaq ilə axiri leylə minhu. Axıra qədər də bağlanmır. Amma xütbədə deyir ki, cənnətin qapıları açılır, dua eləyin, Allah özünüzə bağlamasın. Cəhənnəmin qapıları bağlanır, dua eləyin, Allah açmasın. Şeytanın əl-qolu bağlanıb, dua eləyin ki, Allah onu sizə müsəllət eləməsin. Bəli. Elə bil açıldığına görə, sanki o hava gəlir də, o evdə hərdən pəncərəni açarsan hava. Havası deyən kimi o insanlarda bir şövq yaranmağa başlayır. Nəsimur rəhmət. Bəli. Bu bir faydasıdır ki, bizdə də həm də bir növ necə ibadət etmək lazımdır, həm də məşqdir də, yəni necə yaşamalısınız. Həm də höccət tamamlamaqdır ya acı. Allah Teala bu bir ayda bizi utandırır ki, bəs deyirdim, bacarmıram. İndi o yazmışdı. Yazmışdı, əla da, yaxşı oldu. Birimizi tutmuşuq. İnsan bir də bu ayda özünə yox deməyi bacarır. Yaxud belə deyək, yox deyə bilərmiş, bunun fərqində olur. Hətta halallara da. Bəli, hətta halallara da mən sən demə deyə bilərəm ki, etmirəm. Belə bir potensiala malik insan imiş, özünü tanıyır. Acı o potensial bir dənə söz deyim, biraz qeyri-ənənəvi söz deyəcəm. Mən bu yaxınlarda bir filmin bir hissəsində, epizodundan bu sözü eşitdim. Çox xoşum gəldi bu sözdən. Elə ki, bir nəfər bir nəfərə təskinlik verir. Deyir ki, çox acı çəkir də. O biri də qayıdır, deyir ki, sən bilsən insanın nə qədər acı çəkməyə potensialı var, şoka düşərsən. Qəşəng. Hədisdə var ki, bəla gəldiyi qədər ən azından səbrin var. Hətta bir ayədən bir müfəssir çıxarış edirdi, deyirdi, sənə gələn bəla sənin tutumun qədəri yox, tutumundan azdır. Tutumun ondan da çoxdur. Sadəcə Acı burada üzr istəməklə söz kəsmək. Bəla dediniz, Əli əleyhissalamla günlərin bir günü minbərdən düşdü yerə, səhabələrdən azdır. Ağlaya-ağlaya dedi ki, bu çölün qumların görürsünüz. Bu qum dənələrinin sayı qədər mənə zülm olundu. Bu qum dənələrinin sayı qədər mənim haqqıma girdi.
Allah bizi bu ailə Əmirül Möminin də Bəli, bağlayır bəli. da. Allah o şəxsiyyətdən də bizi ayrı salmasın da. Yəni Amin. maraqlıdır. Zaman Qədr gecəsində zərbətlənir. Məkan Kəbə evində dünyaya gəlir. Məsciddən məscidə qədər bir Məsciddə də, ömür sürür. hə, məsciddə də zərbətlənir. Kəbədən Kufəyə. Hə. Bu, yəni bu şəxsiyyət nə qədər əzəmətli insandır da. Yəni hər cəhətdən adam baxır, düşünür ki, qurban olum özü Allaha mövzumuz o deyil. Gəlirik, çıxırıq oralara. Hə, rükusunu Allah mədh eləyir, tərif eləyir. Qəşəng. Gecəsin yuxusunu deyir, minən nasi mən yaşır nəfsə ibtiğa əmərdə. Orada uzanmağı da, uzanıb da onu da təqdir edir. Döyüşünü bir cür deyir. Nə belə? Sədəqəsini. Hərdən bizə deyir, niyə danışırsınız? Biz danışmışıq, danışıblar, bizə danışırıq da. Yəni bu biz hardan deyirik bunlar ümumiyyətlə? Yəni biz Qurana baxırıq, hədislərə baxırıq. Allah dedi Mövladı Əli, mən demədim. Allah deyən oldu deməli, mən demədim. Belə oldu. Xalidi salamat eləsin. Hə. Maniyə, aha, bu insan da özünə gəl yoxdur deyil. Bax, yox demək ki var ha. Bu çox mühüm məsələdir. Hər şey o yoxdan başlayır. Mən özümə yox deyirəmsə, get-gedə o bir qapılar da açılmağa başlayır. İstəyirəm, çox maraqlı psixologiyada uşaqların terapiyasında belə bir şey var. Terapist uşağı yoxlayanda, məsələn, deyir ki, bu nədir əlində? Deyir, qələm. Deyir, xeyr, o qələm deyil. Hansı uşaq desə ki, hə, qələm deyil, psixolog deyir ki, bu uşaq anormal deyir, bunu həll eləmək lazımdır. Bu niyə inkar eləyə bilmir? Bu niyə həqiqətin müdafiəsinə qalxa bilmir? Oradan uşaq tərbiyəsində dünyəvi psixologiyada da var bu. Amma biz belə şeylərin gözdən qaçırırıq, sonra həyatımızda böyük qlobal hadisələrdə özünü göstərir. Sən niyə yox deyə bilmirsən nəfsivə? Sən niyə sənə hökm, bu qarşı tərəf ona hökm eləyir axı, deyir, yox, qələm deyil. Deyir, hə, yaxşı qələm deyil. Hansı uşaq ki, deyir, yox, axı qələmdir, deyir, bu uşağın məntiqi normal işləyir. O sinifdə baxmısınız bəlkə o video, sinifdə müəllim uşaqlara deyir 2 vur 2 4. 2 vur 2 4 5 eləyir. Uşaqlar hamı deyir, amma bir nəfər axıra qədər, sona qədər gedir də deyir, axı 5 eləmir, 4 eləyir. Onu göstərir ki, həmişə haqq, həqiqət yaşayacaq. Yəni düzdür o bir nəfər də olsa çıxıb deyəcək. Yəni düzdür, o şəhidin qanı da hədər olmadı. Var. O adam da yaşayır. Haqq, həqiqət silinməyəcək. Orucun sirlərindən biri də. Buyurun. Buyur. Yox, Allah sən. Siz buyurun. Orucun sirlərindən biri də hələ Nəsə yox deməkdir. Yox, o bu haqda dedik. Bir də ən əsası o adama şirin gələn birisi nədir? Necə ki Allah Teala orucluqda əta eləyir, cənnətin qapısını açıb, cəhənnəmin qapısını bağlayıb, şeytanı zəncirləyib. Ancaq əta eləyir də. Bizə də onun o şirin gələn insanlar da bir-birlərinə əta eləyirlər. Yardımlaşma. Demirək, ged iftarda otur, yemək yedir, sən ver. İftar ver. Əta etməkdə bir gözəlliyi var. İnsanlar bir-birlərinə xidmət eləyirlər. Görür, biri orucdur, o oruca xidmət eləyir. Əhli kəramət olur da. Bəli, həmən o kəramət insana da keçir. Elə ki, o fitrəni də vacib edib. Mən bir dəfə özümə fikirləşdim ki, mən bu gün necə deməyiblər ki, niyə fitrə verməliyik, vacibdir. Özü tutub orucu başa düşüb ki, verməlidir də. Yəni, o vacibliyi də siz demişkən, anlayır ki, əta eləməliyəm. Biraz bunu genişləndirək, bəlkə o fitrəni oruç tutmayan da verməlidir. Yəni, Allahın bu kəraməti sirayət eləyir hamıya. Hə, yəni ki, gücün çatmır, bəli, ola bilər gücün çatmasın. Amma gücün çatmadı, o günə o fidyə məsələsi də var da, bir acı doydurasan. O kəramətdən əl çəkmir, ola bilər fiziki olaraq sən indi ac qala bilmirsən, xəstəsən, günah eləyir ac qalmır. Günah, amma yenə fitrəni verməlidir. Amma yenə də nə olursa olsun, o əta eləmək var, o çox gözəl bir şeydir ki, Allahın istədiyi bu deyilə ki, insanlar bir-birinə əta eləsinlər. Niyə görə ərbəyin yürüşü gözəldir? İnsanlar hamısı bir-birinə xidmət eləyir. Yəni, Allahın əslində istədiyi o ab-hava budur. Allah bizdən bunu istəyir. Ki, bir-birinizə xidmət eləyin də.
Hələ gözləyirsiniz ki, ya filan kəs ölsün, sonra başlayırsınız ağlamağa. Ya da kimsə mənə dəvət etsin iftara. Bir də bilirsiniz, insani, ali, ilahi dəyərlər Ramazan ayında elə bir ki, daha çox çıxır ortaya, aktuallaşır bu mövzular. Kəramət mövzusu da əslində. Bilirsiniz, bir də bu ayda bu nöqtəni istəyərdim deyim ki, bu ay minimum fayda var. Adətən hamı qazanır. Yuxusu ibadətdir, var da orada. Nəfəsləri təsbih etmələri. Məsələn, adam var yatır deyir ki, məsələn, yatıram o da ibadətdir. İbadətdir də məsələn adama deyənlər. Amma minimumla kifayətlənmək bir şey deyil. Bir dənə söz deyəcəm sizə. Bu ay insanı zirvəyə qaldırmaq üçün çatdı. Bir də Axundun bir çıxışlarının birində idi. Uruc, eyni köklüdür də, meyrac. Gəlib səni aparsın zirvələrə. Biz Ramazan ayının, Fitr bayramının, namazının qunutunda bir dua oxuyuruq. Orada bir söz var. Səndən nə istəyirəm mən? Deyir, müxləslər nə istəyirsə onu istəyirəm. Demir, müxlislər deyir, müxləslərin istədiyini istəyirəm. Bizə nə deməkdir bu? Yəni, şuraltı mən ötürür ki, şuraltı mən ötürür. Ən maksimumda. Sən bura çatmalıydın. O müxləs də kimə deyir? Allah Quranda buyurur, "Lə uğviyannahum əcməin illə ibadəkə minhumul muxləsun." Sonra deyir, Allahı vəsf edə bilər müxləslər. Şeytan onlarla bacarmır. Bacarmır da, yəni oxu ora çatmır. Misal aləmini keçiblər, əql aləmində yaşayırlar. O da hələ əta eləməklədir. Bir dənə o hələ dualarda o əxlaqa bax, bir dənə məsəl üçün dua eləyir, orucluğun hər günün duası ki, yoxdur. Yox, eyni duadan gedir hər namazdan. Allahumma adxil əla əhlil qubur surur. Sən də təsəvvür elə ki, birinci nə ilə başlayır? O adamlarla başlayır ki, onların əli heç yerə çatmır. Müdafiəsizdir. Qəşəng. Özü üçün heç nə eləyə bilmir. Onları qubur surur. Hə, yəni ki, qəbirstanlıq əhlini yəni o maraqlıdır, müsəlman qəbirstanlığı demir ha. Ümumiyyətlə. Bütün qəbir. Təsəvvür elə, hətta o açılıb bu dövrünə. Genişlənir. Sonra başlayır nə qədər ki, dualar eləmir. Demir, məni. Kullə cai, kullə oryan. Bəli, hamısını. Bütpərəst böyüyüb də. Bir dənə oradan mən yoxdur. Mənim bu işimi düzəl. Yox, bütün fəqirləri, bütün qəribləri. Bir dəfə ateistlər fikirləşsinlər ki, müsəlmanlar onlara da dua edirlər. Yəni burada fikirləşsinlər. Hətta çox qəribə bir şey. O həmən o ətanın o kulminasiyası deyə. Həmən o əta etmək bizim dildə biraz dobro oldu. Vermək. Ürəyin geniş olsun da. Əta eləmək səni gətirir, həmən o müxləs dərəcəsinə çıxartır. Yolu budur bunun. Bu söz istədim deyim ki, elə bu sözlərin fonunda ki, minimumdan kifayətlənməyəm. Təəssüf ki, bəzən, bu biraz da gileydə olsun, eyb yoxdur. Bəzən Ramazan günortacan yatır, günorta durur, onunla bundan danışır. Axşam da 2 saat qalmış marketdə. İftara vaxtı onu alır, vaxt geçsin. Hələ xüsusilə Ramazanda iftara qalmış 10 dəqiqə, 15 dəqiqə biraz gec gedir. Bu elə marketdə saatlarla onu hamısı da yeməyəcəksən onsuz da. Yaxşıdır. Yeni oruç tutanlar üçün olsun. Bəli. İstəyirəm deyim o deyil də. Yəni o elə bir əvvəli deyə yolun. Bizim dini mətnlərimizdə yolun əvvəlindən də söhbət açılıb. Amma deyiblər orada ilişib qalmıyor da, çıxın oradan. Mən bir dənə əlavə edeyim bu sözü. Peyğəmbər salavatların bir dənə hədisi var. Buyurur ki, kim bu ayda iştahı çəkənlərdən imtina eləsə, Allah Teala özünə vacib bilir ki, ona cənnətin yeməklərindən və cənnətin içkilərindən versin. Nədən imtina eləsə? İştahı çəkənlərdən. Adamın iştahı nə vaxt çəkər, ac olsa da. Bir də marketə girəndə. Yox, biz Ramazan ayında ac olmuruq ki. Burada əta eləyir cənnətin nemətlərindən. Mümkün də elə, burada da insan səqahum rabbuhum şərabən təhura. Bəlkə bağıntizaddır. Nə demək istəyirəm? Yəni, bəzən bizim Ramazan ayımız, o alimlərdən biri buyururdu ki, onsuz da Ramazan ayından sonra başlayacaqsınız da. Bu ayı acılığı duyun, acılığı duyun. O başdanla iftara və onun arasına o qədər porsiyon salırıq ki, özdə görsən bir-birimiz üçün danışırıq. 15 gün demək heç acımamışım. 15 gün oruç deyirsən ki. Necə az Allah evitiksin. Biraz ac da. Təbliğatdan da çox şey asılıdır da. Görürsən, Ramazan ərəfəsində başlayırlar, filan şeylər yesən, gecə azacaqsan, nə bilim, filan balı yesən. Lifli qidalar ye, gecə acaqsan filan. Eybi yoxdur, bəzi adamlar üçün olar.
Amma bəzi adamlar o hacı deyən kimi da 100 ilin qələndərisən, da indi başqa oruç tut da sən. Da sənin Necə orucun tutsun? keçsin xəvassın Biz orucuna. məsələn indi giləylənirik ya. Qoy deyini də tutaq da, hə? Məsələ odur ki, Qaydasını. danlayaq, yaxşı indi danladıq. Hə indi yolun Amma deyil. yolun deyək ki, yox belə etmə, necə edim? Belə Yol et daha xəritəsinin yaxşı indi olur. hacı. Birini mən deyim, davam edin də, yəni. Hə də onu deyim. Beş dəqiqə. Gəlin yığışaq, gedin vuruşun. Ay sağ ol. Birini mən deyim. İnşallah 5-6 dəqiqəyə sığdıra bilərsiniz də. Bir Yəni. dərsini inşallah. qardaşlar sığdırar inşallah. Biri budur Quranla ünsiyyət. Bu ay Quran ayıdır. Quranla rabitə, Quranla ünsiyyət. Hətta bir ayə, indi hamımız məşhurdur bu hədis. Tam Quranı xətmə oxumaq bərabər. kimidir. Məsələn, o evimizdə Quran kəlmələrinin eşidilməsi, o ev ki, orada Quranın baharıdır da. Hə, Quranın baharıdır. Elə bir təbiət Qəlbin də bahardır. Olsun, mənə etirazım yox. belə deyək də, bu ay o insanın mənəvi kamalı üçün çox böyük fürsətdir. Onu da yararlanmaq üçün biri Qurani-Kərimlə ünsiyyət soruşdunuz. Yəni necədir? Daha doğrusu Axund buyurdu. Quranla ünsiyyət rabitə qurmağımız. Bu bir ilk məsələlərdən biri. Ki onu Çox da üzr istəyirəm. Acı. Hacı. Onu hələ burada, hələ Quranda saxlayaq, hələ bu Hə, haqda davam danışaq. Yox, nə barədə? Bu haqda danışaq. Bax bir nəfər deyir ki, oruç tuturam, kitab oxuya bilmirəm, Quran oxuya bilmirəm, gözüm qaralır, yuxu tutur məni. Var da belə adam. O cür özün oxuya bilmirsən, həm də bu tərcümə oxusa gör nə olacaq. Çatır fikrəyim mənim nə demək istəyirəm. Tərcümə oxuyur, sonra başlayır özü əlləməlik eləməyə. Lazımdır. Nə etmək lazımdır? Quranla ünsiyyət, yəni biraz lazımdır, amma çox lazımdır. yox, Quranla ünsiyyət nədir? Quran oxuyunca bildik, başa düşdük, amma əllamə olmadı. Özü əllamə eləmək. mən tövsiyəm olur ki, təfsirinə də bir baxın da. İstəyirəm ki, həmin onu biraz genişləndirək. Hə, Sən bəli, deyəni bəli. genişləndirək ki, necə mütəxəssislərə müraciət. Bəli. Kimə inanırsan, kimi düz bilirsən. Quranla ünsiyyət o deməkdir, öyle hərfləri hüccəliyə oxuyasan. Tək o deyil, yəni o da var. Amma tək o deyil. Ki bir bax görgünən ki, Quranın haqqında Mirzəfər ağa nə deyib? Necə təqdim eləyir? Həcr Amil necə deyir bunu? Ya bu cürlə maraqlanmaq, Quranla ünsiyyət ancaq oxumaq barədə Barışmaq da, Quranla Bəli, barışmaq. ümumiyyətlə Geniş anlamda da. hansı vasitə ilə olursa olsun, hə, yoxsa gözün qaralır, oruçsan, oxuya bilmirsən, qoy günən zətdə qulaq as günən. Gecə oxu. Axı problem budur ki, bəzilərinin canı ağrıyır, gedir felçerə, yəni baytar həkimə yaxınlaşır. Yəni mütəxəssis həkimlərə yaxınlaşmalıdır da. Bəziləri gedir bir nəfər həccə gedir gəlir, gedir onunla dini məsələlərini öyrənir. Deyir o bu hacıda olub, Bəli, bəli. ümrədə olub, ehtiyacda da olub. Ha, bu bilsən bu qeyri-mütəxəssis rəyi, bu bizim bəlamızdır onsuz da. Hə, bunu Biz da Axud elə xatırlama. belə bir zehniyyət də var ki, ərəbcə oxuyursan, başa düşmürsənsə oxuma. Mən Sonra istəyirəm deyirəm deyim ki, ki, Qurani-Kərimin elə ərəbcə oxuyanda da təsiri var. Deyir, Quran başına qoyma günə, otur düşün günən. Məgər sən bütün günü Quran düşünürdün ki, ya indi yadıma düşdü Quranın başımıza. İldə bir dəfə qoyulur da. Bəli, Qədir gecəsini Bir, ikincisi də məsələn mən də Quran başıma qoyanda düşünə bilmirəm ki. Yəni nə olur ki, ziddiyyəti var. Ondan məqsəd var ki, onun o rəhmət kölgəsinə sığınıb gələm, o nöqteyi nəzərdən. Mənim üçün başından üstün mövzu da olsaydı oradan geniş danışmaq olardı. Çox qəşəngdir. Yəni az qalıb da. Ramazan ayında inşallah o söhbəti qaldıracaqlar. Hani Quranı başa qoymaq, Quranı ehtiramlı saxlamaq, hörmətini saxlamaq. Yəni görürsən adam misal da adam sevdiyi bir adamdan indi anandan bir məktub gələndə öpürsən misal üçün. Sonra açıb oxuyursan da, bu o deməkdir ki, öpdün, açıb oxumursan. Yəni bunlar ziddiyyət deyil də. Bunlar yəni bir digərini tamamlayır. Mən razıyam Qurani-Kərimlə mövzularla da, moizələrə də qulaq asılsın. Siz demişkən ruhanilərə də qulaq asılsın. Oxuya bilmir, heç olmasa oxuyan olsa onu da dinləsin. Yəni ən azından bizim axı Quranla ünsiyyətlərimiz azalmasın. Yəni bir formada Quranla Bəs ona görə deyirəm çeşidlərini deyək ki, birini deyəndə bəhanə elə ki, oxudum da, onu da oxudum, yuxu bastı mən. Məsəl üçün. Bu başqa variantlar. Oxudum, ateist oldum. Hə, o tərcümələri oxusa olacaqdı. Yekunlaşırıq, hə? Bəli, o qədər maşallah. Bir dənə kiçik hədis deyim, biraz səlbi hədisdir bu. Bu da olsun.
Yəni adətən biz Ramazan ayında orucun fəzilətindən danışırıq. Amma elə bilirik ki, elə fəziləti var, dahi tutmamağın rəziləti yoxdur. Hədis var İmam Sadiq Əleyhisselamdan buyurur, kim bircə gün Ramazan ayında bircə gün üzürsüz oruç tutmasa, üzrü zadı yoxdur, tutmur. İmanın ruhu vücudundan çıxar. Bəli, bəli, bəli. Çox təhlükəli. Ruhul iman. Biri var mömindir amma günah eləyir. Bir də var ki, elə bir günah eləyir ki, Qəşəng. iman ruhu onu tərk edir. Allah uzaq Qəşəng. eləsin. Gözəl. Təşəkkürlər. Maşallah orucdan danışdınız, Ramazan ayından danışdınız. Aclıq gəldi mənə. İnşallah Ola ki, axırda qorxutdu ya. iftar vaxtı Qorxulu notlarla yəni. iftar Bir dənə də vaxtı buradan da bir dənə qısa deyin, bir dənə buyurun. istəyim. Heç Buyurun. yumşalt biraz. Biraz da çətinləşdirirəm. Yaxşı yəni mənada. İza sumta fəlyasum səm'uk və bəsaruk və şər'uka və cilduka. Deyir ki, gözün Boğazından doğru. nigaran tərcümə eləməyin. Parazit Kulağın doğrusun, canın doğru. Yəni bir canınla gir bu səhnəyə. Allah qəbul eləsin inşallah. Amin. Allah salamat eləsin. Bəli, artıq fasiləyə ayrılmalıyıq. Mübarək Ramazan ayından sonra bir də İnşallah. bu statları görə biləcəksiniz. Amma hacı siz istisna da inşallah Ramazan ayında görəcəklər sizi. Təbii ki, əzizlərimizi də görə biləcəklər təbii ki. Söz, Müxtəlif maşallah, layihələrdə görə biləcəklər. Ömürlərini. Amma Ramazan ayından sonra Allah ömür versin, yenə də bu proqramı davam edərik. İnşallah yenə də unutmayın, hər səhər namazdan, sübh azanından 1 saat əvvəl inşallah əziz ruhanimiz Hacı Ramil Bədəlovun layihəsi olacaq. Canlı yayımımız olacaq inşallah. Allah ömür versin, hər birinizə mübarək Ramazan ayı gəlir. Allah inşallah bizə nəsib eləsin. Bu ayda oruç tutanlardan olaq, həqiqi oruç tutanlardan Allah bizi qərar versin. Sağ olun.